Salam uşaqlar. Mən bugün sizə faiz, ədədin faizinin tapılması mövzusuna aid çalışmalar işləyəcəm. Birinci çalışmaya baxaq. Plana görə tornacı gündə 400 detal hazırlamalı idi. Yəni bu 100%'dir. O planı 110% yerinə yetirib. 110% yerinə yetirib. Tornacı neçə detal hazırladı? Uşaqlar, bu 100%'dirsə, onda 400'ü 100%'e bölməklə mən tapıram ki, 1%'e neçə detal düşür? Aydındırmı? Bəs 110%'e neçə detal düşər? Ona görə də onu vurmalıyam. Buradan da baxaq, ixtisarlar gedir. Deməli gedir. Buradan 2 dənə 4'e 110'a vuranda eləyir 440. Belə çıxır ki, deməli tornacı 440 detal hazırlayıb. Aydındırmı? Cavab var mı orada? Y variantı. İkincisinə baxaq. Yağlılığı ikinci çalışmada. Yağlılığı 4% olan 12.500 kilogram südün tərkibində neçə kilogram yağ var? Deməli, bu ədədi mən fikir verin 12.500'i 100%'e bölürəm. Mənasını başa düşün. Bu 100 yerə bölmək nə deməkdir? Yəni 1%'e nə qədər düşür? Ondan sonra onu 4'e vurur. 4%. Əlbəttə ki, bu faizlər də gedir buradan. Deməli, bu 2 0 gedir. 125'i vuracağım 4'e. Neçə eləyəcək? Eləyəcək 500. Elədir mi? Deməli, 500 kilogram yağ çıxacaq. Yağ. Burada cevap D variantıdır. Üçüncü məsələyə baxaq. Deməli, A ədədi 75'in A ədədi 75'in 24%'i bərabər yazıram. 75'in 24%'i. 0,24 yazdım. Vururam buna. Yəni bu ədədə bərabərdir. B ədədi isə 24'ün 75%'dir. Vurulsun 0,75'e. Ben 75'e vurub 100'e bölmürəm uşaqlar. %75'i də bu elədirmi? A və B ədədləri arasında münasibətlərdən hansı doğrudur? Fikir verin uşaqlar. Vergül burada ikinci vuruqdadır. 0,24'dədir. Burada isə 0,75'dədir. Hər ikisində vergüldən sonra 2 rəqəm var. Aydındır mı? Bax, fikir verin, bunları əgər A ilə B-ni bərabər eləsən, vergüllər atılırdı. Hər ikisində alınır 24 vur 75, bunda da 75 vur 24. Ona görə də A bərabərdir B olacaq burada. Bunu hesablamağa da təyər. A bərabərdir B var mı? B variantında var orada. Sonra dördüncü çalışmada. Tamaşa zalında 600 yer var. Bütün yerlerin 24,5%'i 24,5%'i parterdə, qalanları amfiteatrdadır. Amfiteatrda neçə yer var? Bu çalışmanı iki cür həll eləyə bilərsiniz. Əvvəl parterdə olan deməli yerləri tapıb, sonra 600'dan onu çıxa bilərsiniz. Və yaxud da yazım deməli 600'ün 24,5%'ini tapıram. Vururam, bölürəm 100'e. Düzdürmü? Burada bu 2 0 getdi, bərabərdir. 6'nı vururam 0. 3 yadda 24. 3 də yadda 27. 2 yadda 12. Bu da elədi neçə? 14. Elədir mi? Vergül dairəndə 147. Deməli, parterdə 147 yer var. Amma amfiteatrda neçə yer var? Onda 600'dan 147'ni çıxacaq. O da verəcək bizə nə? 3, 5, bu da 4. Deməli 453 yer oldu amfiteatrda. Aydındır mı? Amfiteatrda. Var mı orada? Bəli, 453. Hansı variantıdır? B variantıdır.
O bursunu da deyirəm sizə uşaqlar. Deməli, əvvəlcə tapmaq lazımdır ki, görək amfiteatrda olan yerləri neçə faiz təşkil edir. Və bu çıxmanı yerinə yetirmək lazımdır. 100-dən çıxmaq lazım neçəni? 24,5. Bir sıfır da atarıq 5, 9'dan 4, 5, 9'dan 2, 7, 1. 75,5. Şimdi deməli 600'ün 75,5'ini tapmaq lazımdır. Bunu da 100'e bölmək lazım. Bunlar gedir 6'nı vuracağım bu ədədə. 0, 3 yadda. 33, 3 yadda. 42, bu da 45. Aydın mı? Gördünüz mü? Vergülü de ayırıram. Bak 453. Ya bu yolla yazın uşaqlar. Ya bu yolla yazın. Yani her ikisini ona göre dedim ki biraz dərin uşaq olun da. Yani biliyiniz biraz da yaxşı olsun. Sonra 5. çalışmaya baxaq. A ədədinin 30%, A ədədinin 30% 0,13A deməkdir. B ədədinin 45%, o da 0,45B deməkdir. Beraber olarsa B bölünsün 2A'nı tap. Bunlar bərabərdir bir-birinə. Bu nisbəti tapaq da. Deməli bunu hər tərəfinə əvvəl A'ya bölürəm. Bax, bərabərdir. B bölünsün A. Vurulsun 0,45. Elədir mi? Yine 0,45'e bölək istəyirsiniz. B bölünsün 0,45'e burada 2B məxrəcdədir 2A. Məxrəcdədir, ziyan yox. B böl A bərabərdir. Mən elə bildim 2B dedim. B'də də 2 əmsalı 2'ye vurardım. Ehtiyac yoxdur. Deməli 0,13'ü böləcəyəm 0,45'e. O da bərabərdir. Vergülü atıram 2 rəqəm. Buradan da 2 rəqəm atıram ki kəsirlərsiz işləydə. 15'e böləndə yuxarıda 2 aşağıda 3. Şimdi bu ədəd deməli belə çıxır ki B böl A bərabərdir nəyə? 3'də 2'ye. Şimdi bunun hər tərəfini 2'də 1'e vururam ki məxrəcdə 2A alımda. 2A bu da B. O da bərabərdir. 2'lər gedir qalır 3'də 1. Deməli B böl 2A 3'də 1'e bərabərdir. O da eləyir A variantı uşaqlar. Sonra 6-cıya baxaq. 6-cıda deməli A ədədinin 25%, 0,25A. B ədədinin 0,35%-nə bərabərdirsə B böl 5 A-nı tapır. Yenə bayaqki qaydada yazıram da. Deməli B surətdə də yazıram 0,25 bərabərdir. 0,35 vurulsun B böl A. Bunu hər tərəfini 1 böl A-ya vurdum. Şöyle ədədi də buradan götürə bilərəm. Bir dəfəlik ala bilərəm. Mərhələ ilə yazıram. Başa düşün, sonra özünüz tətbiq eləyin onları. Buradan B böl A nəyə bərabərdir? 0,25 bölünsün 0,35'e. Vergülləri atıram arxaya. Deməli 5'e ixtisar gedir də burada. Burada 5 qalır, burada 7 qalır. Qalır 7'də 5. Deməli B böl A bərabərdir neçəyə? 7'də 5'e. Bunu da məxrəcdə 5 var axı. Vura 5'də 1'ə. Məxrəcdə 5A almaq üçün. Deməli alacağım burada məxrəcdə 5A yuxarıda B, o da bərabərdir. Bu 5 ilə bu 5 gedir 7'də 1. Cavab oldu neçə? 7'də 1. Var mı orada? B variantında var. Cavab. İndi də 7-ci çalışmaya baxaq. Deməli 7-ci çalışmada nə deyir? 2 müsbət ədədin birinin 15%, 0,15A. Digərinin 45%-nə bərabərdir. 0,45% B-yə bərabərdir. Sonra bu ədədlərin cəmi 256'dır. A üstə gəl B bərabərdir 256. Bərabər olarsa onları tapın. Sistem kimi həll edəcəyim uşaqlar. Uşaqlar bu 15%-i belə yazmağın bax bu deməkdir də. %15'də gör 15%. O da vurulsun A-dır da. Bunu əvəzinə onluq kəsirinə yazmışam da. Eləcə də 0,45'in əvəzinə. Buradan vergülləri atıram. Hərəsindən 2 rəqəm. İxtisar gedirlər. Burada A qalır. Bərabərdir. Burada da 3 qalır da 3B.
Bu da A üstə gəl B bərabər 256. Bu sistemdən həll edib tapmaq lazım. Burada A'nın yerinə 3B yazıram. 3B üstə gəl B bərabərdir 256. Bu da 4B edir. Bərabərdir 256. Buradan da B'ni tapıram. B bərabərdir 256-nı bölürəm 4-ə. Bu da eləyir neçə? 64. Düz yazdım mı? 64 eləyir. Bəs A nəyə bərabərdir? A da bərabərdir 3B. O da bərabərdir 64'ü vururam 3'ə. Bu da elə 192. Deməli A da bərabər neçə? 192. A 192'dir. B də 64. Belə bir cavab aldım mən. Var mı orada? Bəli. A variantında. Cavab A variantıdır. 8-ci çalışmaya bax. 2 müsbət ədədin birinin 20%, sıfırdan %20. 10'da 2 də yaza bilərəm. Aydın mı uşaqlar? A bərabərdir digərinin 30%-nə. Sıfırdan 10'da 3 də yaza bilərəm. %30 yazmıram, 10'da 3 yazıram. Sıfır qüvvəsini itirmiş olurdu orada. B bərabərdir. Bu ədədlərin fərqi 70 olarsa, A çıxılsın B də bərabər neçəyə 70 olarsa, onları tapın. Baxaq. Buradan uşaqlar vergülləri attım belə. Aydınmı hər ikisindən? Deməli belə çıxır ki 2A bərabər neçəyə? 3 dənə B'yə. Buradan da A çıxılsın B də bərabər neçəyə? 70. Aydınmı? İndi burada ya birincidən A'nı tapa, ya necə istəyirsiniz? Ya da ki ikincidən A'nı tapıb yerinə yazar və yaxud da belə yazıram. 2A çıxılsın 3B. Bərabər 0. Bu ikincini mən mənfi 2'ye vururam. Mənfi 2A. Bu eləcək üstə gəl 2B. Düzdürmü? O da bərabərdir 140'a. Bunları toplayanda tərəf-tərəfə mənfi B bərabərdir 140. B də bərabərdir. Deməli, mənfi 2'ye vurdum da bunu elədimi? Bu da 3B'dir. Bu da mənfi 140 elir də. Bu da B də bərabər nəyə? 140. Deməli B'ni tapdım. Gəl A'nı da tapayım. Birincidən yazıram. A nəyə bərabərdir? A bərabərdir 2'də 3B. O da bərabərdir. A bərabərdir. Deməli bərabərdir 2'də 3 vurulsun. B neçədir? 140. Bu 70 elir. 70'i də 3'e vuranda 210 elir. Deməli A nəyə bərabərdir? 210'a. İndi baxaq cavablara görə. A 210'dur. B də 140'dır. Bir də buradadır cavabları. Deməli bu da eləyir neçə? Hansı variant? B variantı. 9-cu çalışmaya baxaq. 9'da nədir? Sxem verilib orada uşaqlar. Sxem verilib. Siz də sxemə baxın. Deməli sxemdə buğdadan müəyyən itki ilə ondan müəyyən artım ilə çörək alınması prosesi verilmişdir. Verilənlərdən istifadə edərək neçə kilogram çörək alındığını tapın. Deməli, çəkin məndə onu uşaqlar. Burada buğdadır 300 kilogram. Buğda. Sonra burada itki var. 20% itki. İtki. Sonra deməli burada x kilogram un. Bu da undur. X kilogram. Burada da 30% artım var. 30% artım. Deməli nəticədə y-də çörək. Bu da çörəkdir. Belədir vəziyyət. Burada da deyir ki, verilənlərdən istifadə edərək neçə kilogram çörək alındığını tapın. Baxaq. Bax, burada uşaqlar buğdanı üydəndə orada 20% itki olur. Bu itkidəki aydın məsələdir. Kəpəyə gedir, onun zibili var və ilə axır. İtki olur. 20% itki olur. Qalıq neçə faizdir? 80%. Gəlin bax, görək tapa görək nə qədər un alınacaq buradan. Deməli 300'i mən bölürəm 100'ə. Burada qalıq olur 80%-də, 20%-i çıxıram onu, vururam 80'a. Bunlar gedirlər, qalır nə qədər? 240 kilogram.
Deməli x nə qədərdir? Bax 240 kiloqramdır. Bunu belə də hesablaya bilərəm. 20%-ni hesablayardıq. 20%-ni. Bunu 20%-i nə qədər eləyəcək? 60 eləyəcək. Elə deyil. 300-dən 60-ı çıxacaqdım 240. Yəni bu qayda ilə də yazmaq olar. Burada da 30% artımdır. İndi deyirsiniz ki, bu çörək hardan artım alınır? Bunun duzu var, bunun suyu var, əlavə olunur müəyyən şeylər, mayası var. Ona görə də çörək artım alınır. Ondan həmişə yadınızda saxlayın. Bunun da 30% artımdırsa, deməli 100%-in üzərinə 30% gəlirəm mən, olur 130%. Aydın oldu, 30-un üzərinə 100 gəlirəm, bu olur 130%. Deməli y 130%-dir. Aydınmı? İndi y-i tapıram mən. Y nəyə bərabər olacaq? Deməli 240 100%-dir. 100-ə böldüm 1%-ə nə qədər düşür? Onu tapıram. Bir də 130-a vururum. Bu da bərabərdir. Buradan bu sıfırlar biri bunu ilə gedir, biri də bunu ilə. 24'ü vururam neçəyə? 13'ə. Ne versə bu olacaq uşaqlar. Bu eləyir 72, bu da eləyir 24. 2, 1, 3. 312 kilogram çörək alınacaq. Orada var mı? Açıq suallardır. 312 kilogram. Bax, cavab budur uşaqlar. Bax, burada çörəyin içərisində yazıram 312. Bax, bu alınacaq. 10'uncuya baxaq. 10-cu çalışma nədir? Eyni qayda ilə 10-cu çalışma da baxaq. Deməli, onun üçün də yenə o sxemi çəkirəm. Bax, 400 kilogram. 400 kilogram buğdadır bu. Buğda. Sonra gəlir 20% itki ilə. Un. 20% itki. Sonra gəlir deməli un. İtki ilə un alınır da, düzdürmü? Bu undur. Onu yuxarıda yazıb. Bu da x kiloqramdır. Onun çəkisidir. Sonra 30% artımla. Bu da 30% artım. Bu da çörəkdir. Çörəyi də y ilə işarə edib çörək. Bu çörəyidən verilənlərdən istifadə edərək neçə kiloqram çörək alındığını tapın. Burada da çörəyi tapın. Onsuz da biz onu da tapırıq. İndi hansı cavab kimi tələb olunursa onu qeyd elərik də. Baxın, buğda 20% itkidir. Deməli 80% un alınır. Düzdürmü? 400'ün 80%'ni tapırım. Bu da bölünsün 100'ə. Düzdürmü? 100'ə bölməklə 400'ü 1%'ə düşəni tapıram. 80'ə vurmaqla 80%'ə tapıram. Bunlar getdi. 4'ə 80'ə vuranda 320 kilogram. Nə? Un. Bax, bunun içərisində yazıram. 320 kilogram undur bu. Aydındır mı? Bax, dairəyi də alırım. Sonra bunun 30% artımdan qiymətini tapıram. Çörək nə qədər olacaq? Deməli, 320'ni 100%'in budur axı. Vuracağım nəyə? 30% artımdan 130'a. Bərabərdir. Sıfırlar burada da gedir. İndi mən 32'ni vuracağım neçəyə? 13'ə. O da neçə eləyir? Deməli 96, bu da 32. 6, 1, bu da 4. Elədi 416 kilogram. Buradan da yazıram. Bax, 416. Cevap olacaq 416 kilogram çörək alınacaq. 400 kilogram buğdadır. Aydındır mı? Oldu onun cevabı. Məsələnin həlli. Sonra kvadratın tərəfini 10% artırdılar. Onun sahəsi neçə faiz artdı? Deməli, burada gəl, tutaq ki, belə bir kvadratımız var. Bu kvadratın tərəfi A-dır. Söhbət sahədən gedir. Bunun sahəsi A kvadratdır. Aydındır mı uşaqlar? Bunun tərəfini 10% artırıblar. Biraz böyüdüblər. Aydındır mı? Biraz böyüdüblər. 10% artandan sonra, yəni tərəf nə qədər olub? 1/10 A. Aydındır mı? 10%, 110%'dir də. Bu 110% artmaq nə deməkdir? 110% olur. 110% də nə deməkdir? 1/10 də kəsirlə yazandır. Aydın mı? Deməli, bu tərəfə əgər 10% artırmışıqsa, bu olub 1/10. Bəs bunun sahəsi nə qədər olar? 1/10 A-nın kvadratı qədər. Aydın mı? Bu nə qədər eləyir?
bu sahə. Bu sahə eləyəcək S bərabər olacaq bu, deməli 1 tam %21 A kvadrat. Yaxşı, bu 1 tam %21 neçə faiz deməkdir? 121%. Bəs bu 1A'dır da, bu neçə faizdir? Bu da 100%-dir. Əmsal 1 var axı. Əvvəlki kvadratın sahəsi 100% budur da, aydındır uşaqlar? Deməli, bundan çıxacaq 100%. O da eləyəcək 21%. Deməli, 20% artacaq bu kvadratın sahəsi. Bu oldu neçə nömrəli? 11 nömrəli çalışmamız. Cavabı da 21% olacaq. 12'ye bax. 12'də kvadratın tərəfini 20% artırdılar. Onun sahəsini neçə faiz artacaq? Yenə də fikir verin. Bu köhnə kvadratdır. İlkin kvadratımız budur köhnə deyəndə. A'nın kvadratı. Bunu 20% artırdılar. Böyütdülər. 20% artandan 120% olur da. Bu deyilir 1 tam onda 2 A. Aydınmı? 120% 1 tam onda 2 deməkdir də. Aydınmı? 120% bərabərdir 1 tam onda 2 onluq kəsirlə yazandır. Bu demək. Deməli, bunun tərəfini 1 tam onda 2 dəfə artırdılar. Bəs bunun sahəsi nə qədər olacaq? 1 tam onda 2 A'nın kvadratı gedir. İndi 1 onda 2'nin A'nın kvadratı nəyə bərabərdir? 1 tam %44 A. Bəs bu 1 tam %44 faizlə yazsa nə deməkdir? Deməli, 144% deməkdir. Aydınmı? Əvvəlki də 100%dir də, düzdürmü? Ona görə də bundan çıxıram 100%. Bu deyilir 44%. Deməli, əgər kvadratın tərəfini 20% artırsa, onun sahəsi 44% artar. 13 nömrəli çalışmada. Traktorçulardan biri sahənin 30%-ni, digər isə qalan sahənin 40%-ni şumladı. Deməli, biri 30%-ni. Digər isə qalan sahənin 40%-ni. Uşaqlar, bu 30% şumlanıbsa, qalanı 70%-dir də. Bunun neçə faizini şumlayıb? 40%. Aydınmı? Bu bunun 40%-ni şumlayıb. 40%-ni şumlayıb. Bu qalanın 40%-ni. İndi elə fikir verin, gəlin bu 30%-ni şumlayıb. Yazıram, sahə də A hektardır. 0,3 A. Düzdürmü? Qalıb 0,7 A. Bunun 40%-ni gəl tapayıq. 0,4. Aydınmı? 40% 0,4 deməkdir onluq kəsimdə. Bu elədir bizdə 0,28 A. Deməli, şumlayandan sonra qalanını, bu belə çıxır ki, ikinci traktor bu qədər yer şumlayıb. Aydınmı? Neçə faizini şumlayıb? 28%. Bu 28% deməkdir. Birinci neçə faiz şumlayıb? 30%. Bir də burada yazılıb 30%. Elədirmi? Bəs cəmi nə qədər şumlanıb? 30 üstə gəl, 30% üstə gəl 28%. Bu deyilir neçə? 58%. Bizdən şumlanan hissəni istəmir. Fikir verin, sahənin neçə faizi şumlanmamış qalır? Deməli, sahə 100%-dir də. 100%-dən çıxacaq 58%. Bu deyilir 42%. Deməli, məsələmizin həllinin cavabı 42%-dir. 42%. Bu nömrəsində 13-cü çalışma idi. 14-ə baxıram indi. Deməli, 14 nömrəli çalışmada turistlər əvvəlcə gediləcək yolun 60%-ni tutaq ki, x kilometr yol getməlidir. Deməli, əvvəlcə 60%-ni gediblər. 0,6 A, x kilometrini gediblər. Sonra isə qalan yolun 30%-ni qət ediblər. Məzmun etibarıyla bu məsələlər eynidir. Qalan yolun 60'ı çıxacaq, 100'dən 60 çıxanda 40% elir də, düzdürmü uşaqlar? Bu 40% də deməli 0,14 A. Qalan yolları bu qədərdir. A yazıram eləyə. Burada x kilometr yazmışım. Ona görə x-nə yazım da. 0,14 x kilometrdir. Bunun 30%-ni qət etdilər sonradan.
Deməli 0-dan 10-4 x-i vuracağım 0-dan 10-3'e. 30% bu da. Bu da eləyir 0-dan %12 x. Deməli turistlər əvvəlcə birinci gün gediblər 0-dan 16 x kilometr yol. Sonra gediblər ikinci gün. Gediblər növbəti dəfədə 12 0-dan %12 x kilometr. Aydınmı? Orada gün demir. Birinci partiyada deyil də bu qədər yol gediblər, ikinci partiyada da bu qədər yol gediblər. Kilometrdir bunlar. Aydınmı? Cəmi nə qədər gedilib? Bunları toplayaq. 0.6 ilə 0-dan %12'ni toplayaq. Bu nə verir sənə? 72. 0-dan %72. Aydınmı? Ben bunu ona göre alt-alta toplayıram ki, uşaq bir dövsə götürür, yazır bir tam. 0-dan %18. Aydın oldu. Bunu gözləyin. Belə şeyləri gözləyin. Bu da eləyir deməli cəmi 0-dan %72 x kilometr yol gedilib. Bu neçə faizdir? 72%. %72 deyil, 72%. Neçə faizi gedilməmiş qalıb? 100-dən 100%-dən. Çıxacağım 72%. Aydınmı? Bu da eləyir 28%. Deməli cavab oldu neçə? 28%. Bu çalışmanın həlli belə. Sonra 15-ci çalışmaya baxaq. Birinci gün mağazadakı ərzağın 30%. 30%. İkinci gün, bu birinci gündür. Bu da ikinci gündür. İkinci gün isə qalan ərzağın 50%. Bax, qalan sözü yazıram burada. Qalan 50%. Aydınmı? Bu mühüm şərtdir, məsələn 50-dir. Satıldı. 2 gündə mağazadakı ərzağın neçə faizi satılıb? Və bu 30% satılıbsa, yerdə qalan nə qədər olub? 70%. Düzdürmü? 70% olub da. Bunun altında yazıram. 70% olub. Bəs bu nə qədər? Qalanının 50%-ni deyir də, düzdürmü? Qalanının 50%-ni deyirsə, fərz eləyək ki, ərzaq olub A kiloqram. A kiloqram. İndi bu qalan 70% əvvəlcə buradan satılıb 0.13 A kiloqram. Əvvələ gəl A kiloqramçı. Bu satıldı. Sonra qalanı 50% satılıb. Bax bunun 50 bu satılıbsa qalanı bax budur. 70%. Yəni 0.7 A kiloqram qalıb. Bunun 50% neçə eləyəcək? Bunun 50%. Deməli 0-dan %75 eləyəcək də belə yazılış qaydası ilə də yazım. 0-dan 7-ni A-nı vuracağım 50% 0-dan 5 deməkdir. Bu da eləyir 0-dan %35 A. Deməli sonra bu qədər satılmış. 0-dan %75. Qalanını da bu qədər satılır. İndi burada deyir ki 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? Satılmağını istəyir. Bu 30%'dir. Birinci gün 30% satılıb da, düzdürmü? Bu neçə faizdir? Bu da 35% deməkdir. Aydındır uşaqlar? 35% deməkdir. %35. 35% deməkdir. Faizin tərifində də belə deyir də 1% nəyə etmişik? Ədədin 100-dən birinə. Yəni surətdə 1-dirsə 1% olur, 2-dirsə 2% olur. Və bunu ilə 35%-i toplayırım. Eləyir 65%. Deməli belə çıxır ki, mağazada malın 65%-i satılmışdır. 16 nömrəli çalışmaya baxır. 2 müsbət ədəddən birinin 30%-i digərinin 40%-nə bərabərdir. 0.3x bərabərdir. Digərinin 40%-nə 0.4y bərabərdir. Kiçik ədəd 15 olarsa, bax kiçik ədəd. Kiçik ədəd 15 olarsa, onların fərqinin modulunu tapın. Aydınmı? Yəni x çıxılsın y-in fərqinin modulu, ya da y çıx x-in fərqinin modulu eyni ədəd verəcək də bizə. Kiçik ədəd budur. İndi gəlin baxaq görək. Bax, burada uşaqlar 0.4 0.3-dən böyükdür. Düzdürmü? X kiçik ədəd ola bilməz. Deməli, y kiçik ədəddir.
Aydınmı? Kiçik ədədin böyük faizi bərabər olar da buna. Yazıram. 0,3 x bərabərdir 0,4 vurulsun 15'e. Bu ne deməkdir? 0,3 x bərabərdir. Buranda 6 eləyirdi. Elədir mi? Deməli, x də bərabərdir 6 bölünsün 0,3'e. Bu da vergül gedir arkaya 20. X 20'dir. Gel y de neçədir? 15 götürdük də, düzdür mü? Deməli bu modulu hesablayaq. X'in yerine 20 yazıram, çıxılsın 15. O da bərabərdir 5. Cevap oldu 5. Burada y çıx x'de yazsaydım modulda -5 olurdu, o da 5 elirdi. Burada ən əsas maraqlı isə bu ədədin seçilməsidir. Aydınmı? O ədədi düzgün seçim eləmək lazımdır. Yine aşağıdakine baxaq görək. 17 nömrəli çalışmaya. Deyir ki, 2 müsbət ədəddən birinin 20 faizi 0,2x. Digərinin 35 faizinə bərabərdir. 0,35 y bərabərliyimiz var. Burada deyir kiçik ədəd, kiçik ədəd. Aydınmı? Bu kiçik ədəd neçədir? 60 olarsa onların cəmini tapın. Yəni x üstə gəl y istəyir bizdən. Sual budur. İndi burada gəl araşdırma aparaq. Kiçik ədəd 60'dırsa böyük faizin kiçik ədədini götürəcəyim. Yenə də y 60 götürəcəyim. Alıram 0,2x bərabərdir. 0,35 vurulsun 60'a. Aydınmı? İndi bax x'i gəl belə tapacağım. Yuxarıda belə tapdım, burada indi belə tapaq. 0,35 vurulsun 60 bölünsün 0,2. Bax buradan vergülü 2 rəqəm attım. 2 rəqəm də vergüldən sonra burada da 2 rəqəm atayım. 1 0 atayım burada. O da bərabərdir 35 vurulsun. Bu 1 elir, bu 3. 3'e vuracağım. O da eləcək 105. Deməli bu ədədlərdən biri 105 oldu, kiçigini də 60 götürmüşük. Bu cəm də yazıram x üstə gəl y bərabərdir 60 üstə gəl 105. O da eləyir 165. Bax cavab bunu istəyir bizdən. Düzdürmü? Onu deyir də. Bəli, bu ədədlərin cəmini tapın. 18 nömrəli çalışmaya baxır. 12 faizi ilə 2 faizinin fərqi 50 olan ədədin 50 faizini tapın. 12 faiz ilə. Deməli 0,12x fərqidir. Çıxılsın 0,2 faiz %2 deməkdir ya uşaq. Y. Deməli ədəddən, eyni ədəddən gedir söhbət. O da bərabərdir neçəyə? 50'yə. Buradan x'i tapandan sonra onun 50 faizini də tapaq gerək. Aydınmı? Bu ne verir bize? Çıxanda 0,1 x verir de. Düzdür mü? 2'ler gedir 0,1 x. O da bərabərdir 50'ye. X de bərabərdir. Hər tərəfini 10'a vuranda 500 elir. Bu 500 elir. Aydındır mı? Şimdi burada uşaqlar. Bizdə 500'ün 50 faizini istəyir. Düzdür mü? Deməli 500'ün 50 faizi yarısı deməkdir də. 250. Aydın oldu. Hele böyle hesablama ilə daha uşaqlar 500'ü 100'e bölüp 50'ye vuracaqsınız da bu deməkdir. Da 50 faiz yarıdır deyə ona göre yarısını götürdüm de bunlar da verir 250. Aydın oldu. Bu da 250. Sonra 19 nömrəli çalışmaya baxaq. Deməli 20 faiz ilə 30 faizinin cəmi 0,12x üstə gəl 0,13x. Cəmi 100 olan ədədin 25 faizini tapacaq. 25 faiz de 4'te 1 deməkdir də uşaqlar. 4'te 1 hissəsini tapmaq deməkdir. Baxaq, bu verəcək mənə toplayanda 0,15x bərabərdir 100'ə. X də bərabərdir 100'ü bölürəm 0,15'ə. Vergül bir rəqəm gəlir, bir rəqəm də burada. 500 mini də 5'ə böləndə 200 eləyəcək. Deməli x nəyə bərabərdir? 200.
25 faizi 4'te 1 deməkdir də. Yəni 200'ü vuracağım neçəyə? 4'te 1'e. O da bərabərdir 50. Cevap oldu orada 50. Və yaxud da uşaqlar, deməli 200'ü vuracaqsınız 25'e böləcəksiniz 100'e. Aydınmı? Bunlar gedir 2'ni 25'e vuranda 50. Bunları yazıram ki sizin için qarşılıqlı olsun, axır mənimsəməyinizə kömək olsun. Və ən nəhayət 20 nömrəli çalışmaya baxaq. Deməli nisbətlər verilib. Gəlin nisbətləri yazım əvvəlcə. A böl B bərabərdir 5'də 3. Sonra A böl C bərabərdir 4'də 1. Bir də C böl D. 3 dənə nisbət verilib uşaqlar. O da bərabərdir neçəyə? 2'də 3'ə. Yəni buradan xəttə çəkim ki, bunları qarışdırmayın. Aha. Olarsa D ədədi B ədədinin neçə faiz çoxdur? Hə, D B'dən neçə faiz çoxdur? Aydın. Neçə faiz çoxdur? Baxaq bunlara görək. Bunların əvvəlcə K'larını eyniləşdirək uşaqlar. A burada neçədir? Bax 3. Burada neçədir? 1K. Gəlin belə yazaq. Deməli, gəl birinci bunları eyniləşdirək. Lazım gəlsə buradakı ilə əlaqədar yenə də eyniləşdirək. Deməli, A böl B 5'də 3'dür. Bu heç. A böl C bərabər. Bunu elə bil ki, 3 almaq üçün 3'ə vurmalıyam. Surətində, məxrəcində. Elədi neçə? 12'də 3. Bax, fikir verin. A 3K'dır. Burada da 3K'dır. Aydınmı? Yine bura baxaq görək. Burada düz gəlirmi? Burada da uşaqlar C böl D'ye baxacağım. Bax, C burada 12'dir, burada 3'dür. Gəl bunu 4'e vuraq. Surət. Oran yuxarısında, məxrəcində 4'e vuraq. Aydın oldu. 4'e vuranda eləyəcək aşağıda 8, yuxarıda 12. Bax, C 12, C de 12. D bir dənə yerdədir 8. Deməli, burada bu deməkdir ki, bax, A bərabərdir 3K'dır. Şimdi lazım oldu, olmadı. Ümumi şəkildə yazıram bunları da. Bax, B bərabərdir 5K'dır. Elə mi? Sonra A'nı yazmışam. C də bərabərdir neçədir? 12K'dır. Bir də D nəyə bərabərdir? D də 8K'dır. Şimdi burada baxaq, D ədədi B ədədindən neçə faiz çoxdur? D ədədi B ədədindən neçə faiz çoxdur? Bax, bunları müqayisə edəcəyim. Bax, D ilə gəl B'nin fərqini tapaq. Neçə elir? 8K çıxılsın 5K, o da bərabər 3K. Düzdürmü? Şimdi gəl faizlə yazaq bunları da onda. Deməli, burada D ədədi B ədədindən neçə faiz çoxdur? B ədədi 5K'dır. Düzdürmü uşaqlar? Surətdə də 3K'nı yazıram. Bunu da vururam 100'ə. O da bərabərdir. K'lar buradan gelir. Burada 20 qalır. Burada da 1 qalır. Deməli 20'ni də 3'ə vuranda 60. Belə çıxır ki, deməli 60%, 60%. Çoxdur uşaqlar. Aydınmı? Faiz nisbətinə görə ya, ədədlərin nisbətini faizin tapılmasına görə yazdım. Belə çıxır ki, deməli D ədədi elə tələb olunur da bizdən. D ədədi B ədədindən neçə faiz çoxdur? 60% çoxdur. Cavab 60%'dir. Bununla da bu çalışmalar qurtardı. Növbəti dəfə Allah qoysa ardını işləyəcəyəm digər mövzularım. Diqqətinizə görə sağ olun.